Bugün mən səhər bir rəy yazdım. İstəyirəm o rəylə sizi tanış edəyəm Facebook səhifəmdə. Hamını bir sual maraqlandırır. Bugün 3 saat ona yazmışam. Hamını bir sual maraqlandırır. Trump Amerika deməkdir. Netanyahu'nun, o da İsrail deməkdir. Müdafiə edəcəkmi? İrana qarşı müharibəyə qoşulacaqmı? Hamı bu dəqiqə bu sual üzərində bütün televiziyalar müzakirələr gedir. Məntiq belədir, mütləq qoşulacaq. Məntiq bunu deyir. Və qoşulmalıdır, mən belə hesab edirəm. Çünki Qəzza soyqırımında Netanyahu'nun, yəni İsrailin bəşəriyyətə və insanlığa qarşı cinayətlərində Trump, Biden onu dəstəkləyib. Və dəfələrlə ayaqda alqışlayaraq İrana qarşı indiki hücumuna yaşıl işıq yandırıb. Yəni təcavüzə dəstək verib Amerika. Netanyahu'nun, yəni İsrailin məğlubiyyəti onun İsrail xalqı tərəfindən devrilməsinə, cəzalanmasına səbəb olacaqdır. Mütləq olacaq, o yüzden görəcəksiniz. Bu halda Trump da məsuliyyət daşımalı olacaq və nüfuzuna dünya miqyasında böyük zərər dəyəcəkdir. Çünki cinayətin ortaqlarıdır. Həm də tək Trump yox. Almanya başda olmaqla Qərb də həmçinin. Deməli, 3 yolları var. Şəxsən mən belə düşünürəm ki, indiki vəziyyətdə 3 nəticədən biri olmalıdır. 1. Netanyahu'ya, İsrailə kömək edib, bu müharibəni qələbə ilə başa çatdırıb, cinayət və sair məsuliyyətdən qurtulmaq. Qaliblər mühakimə olunmur prinsipi ilə işə düşəcək. Nəticədə İran da viran qalacaq. Suriyadakından daha dəhşətli etnik, milli savaşlar, terror qruplarının illərlə at oynadacağı prosesə start veriləcək. Böyük türk köçləri başlayacaq. Terror üzərində qurulan Kürd dövləti qurulacaq. Güney Azərbaycan qismən işğal olunacaq və malları, mülkləri yağmalanacaq. Böyük qanlar axacaq. Təhlükə Türkiyənin və Azərbaycanın qapısına dirənəcək. Az müddətdən sonra bu təhlükə reallaşacaq. O vaxt Türkiyəni də, Azərbaycanı da İranın gününə salacaqlar. 2. İkinci senaryo nə ola bilər? Nəticə. Nə şiş yansın, nə kebab prinsipi ilə müharibəni İranla bağlanan hansısa müqavilə ilə bitirib sifətlərini qorumaq. Bu isə İranın qələbəsi olacaqdır. Atom araşdırmalarından imtina etsə də belə. Nəticədə İsrail xalqı və dünya Netanyahu'dan xilas olacaqdır. Bundan ən çox ziyan çəkən Yahudi xalqı olacaqdır. Bu da 3 nöqtə qoymuşam. Niyəsini bilənlər bilir. 3. Türkiyə, Çin, Rusiya, Pakistan artıq bu formalaşmaqdadır və digər İslam ölkələri İranı dəstəkləyir və 3-cü dünya müharibəsi başlayır. Azərbaycanın bu prosesdə neytral qalması mümkün olmayacaq. İctimai rəy indidən düzgün formalaşdırılmalı, xalqımız hazırlanmalıdır. Yoxsa bizi içimizdən, arxadan vuranlar indi İranda olduğundan 1000 dəfə çox olacaqdır. Bunu da dostlar mən bugün yazdım. Mənim mövqeyimdir. Səhv ola bilər, yanlış düşünə bilərəm. Mən belə düşünürəm.